Nasıl yoldaşlar? Bu günlər revision nömrə üçün sualların səhvlərinə baxacağım. Birinci dinləmə ilə başlayıb. Dinləmədəki doğru cavabları səsləndirirəm öncəliklə. Birinci sualda doğru cavabımız A variantıdır ki, burada deyir ki, Karolin harda işləməyə başlayacaq? Şotlandiyada, dağda, mehmanxanada işləyəcək. İndi transkripti ilə bərabər də göstərəcəm. İkinci sualda doğru cavabımız Karolinin işi icazə verir ona gün ərzində free time, boş vaxt qazanmasına icazə verir. Bu da doğrudur. Burada dinləmədə qeyd olunur ki, o səhər 5-dən 9-a ya da 9-dan 10-a qədər, axşam da 5-dən 9-a qədər işləyir deyə gün ərzində boş vaxtı qaldığını deyir. İndi transkriptimlə bərabər baxarıq. Üçə gəldikdə Steve Karolindən sual soruşur. Yəni soruşduğu suallardan birini istəyir bizdə. Doğru cavab yedi ki, o qalmaq üçün Şotlandiyada pul ödəməlidirmi? Hətta düzü accommodation and food da deyir. Yəni qida üçün də və qalmaq üçün pul ödəməlidirmi? Yəni soruşduğu şeylərdən birini bizdən istəyir. O da yedi. 4-də musiqi festivalları ilə bağlı problem nədir? Problem C variantı festivalların qısa müddətli olması, sadəcə bir neçə gün davam etməsidir. 5-ə gəldikdə Karolin ödəməli olacaq. Nə ödəməli olacaq? Həftəyə 15 pound. Orada da 15 deyir. Gəlin transkriptə baxaq. Birinci sual. Birinci sualda burada doğru cavab bu hissədə qeyd olunur ki, demək Şotlandiyaya edəcəm 7 həftəliyinə gənc yataqxanasında dağda işləmək üçün. Yəni burada birinci suala baxın. Deyir ki, harda işləməyə başlayacaq? Şotlandiyada, dağda yataqxanada işləmək başlayacaq. Bu hissədə qeyd olunur. İkinci sualımızda deyir ki, işə icazə verir ki, gün ərzində boş vaxt qazanmasına. Dinləmənin bu hissəsində belə bir cümlə qeyd olunur ki, mənim saatlarım, iş saatlarım 7-dən 10-a qədərdir in the morning səhər, 5-dən də 9-a qədərdir axşam. Ona görə də I have plenty of time, çox vaxtım olur during the day, gün ərzində go walking, gəzməyə getmək üçün. Yəni gün ərzində boş vaxtı olur işinə görə. Doğru cavab B variantı. Üçə gəldi. Karolindən soruşduğu suallardan birini istəyir bizdən. O da bu hissədə qeyd olunur ki, birbaşa oğlan elə qızdan soruşur ki, sən ödəniş edirsən accommodation, qalmaq və qida üçün Şotlandiyada. Yəni bu həmin sualı soruşur. 4-də musiqi festivalları ilə bağlı problem nədir? Qısa müddətli olması, sadəcə bir neçə gün davam etməsidir ki, dinləmənin bu hissəsində qeyd olunur ki, problem deyir ki, was working at the music festivals is that it was only a few days. Yəni problem odur ki, bir neçə gün davam edir. Və deyirsən qalmaq və qida üçün də pul ödəməli olursan və ona görə də geriyə çox pul qalmır. Yəni çox pulun qalmır da, yəni bir neçə gün işləyirsən, qalmaq, hətta qida üçün də pul ödəyirsən, ona görə də pulun qalmır. Bəzən tələbələr çaşır D-ndə yazırlar, hər şey bahadır və musiqi festivalı xərcli bir şeydir deyir. Əslində hər şeyin bahalı olmasını burada vurğulamır. Yəni sən qalmaq üçün ya da qida üçün mütləq deyil ki, bahalı bir şey alasan. Burada qidanın baha olduğu ya da qalmağın baha olduğundan söhbət getmir. Ümumi olaraq deyir ki, yəni sən hardasa qalacaqsansa, nəsə yeyəcəksənsə, ona görə pul ödəməlisən. Və onları çıxanda artıq geriyə pul qalmır. Yəni pul az qalır. Onu vurğulayır. Yəni zaten problem olaraq burada göstərir, bu cümlənin içində göstərir ki, bir neçə gün davam etməsidir. 5-də də nə qədər pul ödəməli olacaq? 15 pound ödəməli olacaq. Bu da burada deyilir ki, axıra yaxın deyir ki, they will take 15 pounds a week deyir. Həftəyə 15 pounddur. Çaşı burada 50 kimi düşünməyin. 50 olsa 50 deməkdir. 15 amma isə nədir? 15. Belə. Doğru cavabımız burada da B variantı. Dinləmə sizdə var. Təkrar özünüz də qulaq asa bilərsiniz. Həmin yerlərə diqqət edərək. İndi gəlin sualların izahlarına baxaq. 6.1-də qeyd olunur ki, mağara bağlıdır ictimaiyyətə. Çünki onun girişi tam örtülü deyil, yarı örtülüdür. Yox, yanlış fikirdir. Yəni mağaranın girişinin yarı örtülü olması ictimaiyyətə bağlanma səbəbi deyil. İctimaiyyətə bağlanma səbəbi
şəkillərə ziyan dəyə biləcəyinə görə bağlayırlar. Bir də mətn orasını göstərim. Axırlarda zaten yazılıb. Burada yazır ki, bu cümlədə qeyd olunur ki, insanlara onları göstərmək üçün rəsmlərin sadə bir şəkildə nümayişi belə can cause səbəb ola bilər, paintings to disappear, rəsmlərin yoxa çıxmasına səbəb ola bilər. Alimlər bilirlər ki, onlar mağaraya diqqətlə daxil olacaqlarını və işıq və havanı qarşısını alacaqlarını bilirlər ki, rəsmlərə ziyan dəyməsin. Və ona görə də bu günləri mağara ictimaiyyətə bağlıdır. Çünki hətta insan nəfəsi belə rəsmlərə ziyan vura bilər. Yəni mağaranın bağlı olması səbəbi, yəni içəriyə havanın daxil olmasını qarşısı almaq istəyirlər ki, yəni rəsmlər qoy salamat qalsın. Daima qapının yəni tam örtülü olmaması bir səbəb deyil. İstəsələr aça da bilərlər, istəsələr tam da bağlaya bilərlər. Yəni səbəb o deyil. Səbəb yəni insanların rəsmlərə ziyan vura biləcəyi ucbatından bağlayıblar. 6.2-də deyir ki, sadə xətlər və kölgələnmə kömək edir rəssamlara heyvanları hərəkətli təsvir etməyə. Doğrudur. Belə bir şeylər var idi. Dəqiqə. Hərəkət, inaction. Inaction haradaydı? Buradadır. Cümləmiz burada qeyd olunub. Nə yazılıb? Sadə xətlər və shading kölgələmə ilə rəssamlar yaradırdılar həssas heyvan rəsmləri hərəkətli şəkildə. Yəni həssas heyvan şəkillərini hərəkətli şəkildə yarada bilirdilər. Sadə xətlər və kölgələmə ilə. Demək fikir doğrudur. 6.3 yazır ki, mağara divarlarının təbii qıvrımları imkan verdi rəssamlara heyvanları look real, canlı, yəni həqiqi göstərməyə imkan verirdi. Bu da doğrudur. Həmin cümlədə bax buralardaydı, burada. Rəssamlar istifadə edirdilər cave walls, mağara divarının nature curves, təbii qıvrımlarından ya da əyriliklərindən istifadə edirdilər. Heyvanları real göstərmək üçün. Demək fikir doğrudur. 6.4 isə false deyir ki, rəsmlər, mağarada tapılan rəsmlərin ehtiyacı var, günəş işığı və havaya ehtiyacı var. Xeyr. Zaten 17.000 tarixli bir rəsmlərin salamat qalmasının səbəbi günəş işığı və havaya məruz qalmamasıdır ki, hətta ictimaiyyətə ona görə bağlayırlar ki, insan nəfəsi belə rəsmlərə ziyan vura bilər. Yəni ehtiyacı var günəşə, havaya, yanlışdır. 7-yə gəldikdə rəsmlər deyir ki, mağarada tapılan rəsmlər niyə yaxşı qorunmuşdu? Qorunma səbəbi adı. Çünki rəsmlər yaxşı qorunmuşdu. They are not exposed to sunlight. Günəş işığına məruz qalmadıqları üçün. Expose məruz qalmaq deməkdir. Yəni günəş işığına məruz qalmadıqları üçün yaxşı qorunmuşdu. Yəni burada fərqli cavablar düşünə bilərsən, amma yəni əsas səbəb odur. Yəni bir real həyatdan nümunələr götürsək, yəni istənilən divara, daşa ya da kağıza rəsm çəkin, çöldə günəş altında qoyun onu, biraz məntiqlə düşün. Bir aydan, 2 aydan sonra o rəsm yavaş-yavaş solacaq, bir müddət sonra ümumiyyətlə o material yox olacaq, toza çevriləcək. Günəşin, yağışın, küləyin vasitəsilə artıq o yuyulub gedəcək. Yəni səbəb orada, yəni günəşə məruz qalmaması, həm də qapalı mühitdə qalmasıdır. 2 səbəbdir. Məsələn, bir variant yanlış variantlardan biridir. Kimsə bunu düşünür. Dərin qıvrımlar, su keçirməz boyalar və kölgələnmə istifadə olunmuşdu qorumaq üçün. Heç dəxli yoxdur. Yəni bundan mən evdə də bu şəkildə dərin qıvrımlı, nə bilim, su keçirməz boyalı, kölgələnmə ilə rəsm çəkib, amma çölə qoyum, çöldə bir ay sonra o rəsm yox olacaq. Səbəb nədir? Yəni o günəşin təsiridir ki, yəni yox olma səbəbi. Yəni burada amma mağarada salamat qalmasının səbəbi
təbii ki, günəş işığı və havaya məruz qalmamasıdır. Hə, keçək növbəti C variantı. C variantı yazır ki, mağaranın girişi yarı örtülü idi, onları qorumaq üçün. Yəni giriş yarı örtülü olsun, ya tam örtülü olsun, lap elə açıq olsun, yəni onların qorunma səbəbi deyil. Yəni o rəsmlərin qorunma tək səbəbi var ki, günəş işığına məruz qalmamaları və yəni əsas odur havaya, insan nəfəsi və ya digər havaya məruz qalmamağıdır ki, yəni bir növ vakuum mühitində saxlandıqları üçün o rəsmlər salamat qalıblar. Yəni girişin söhbətə dəxli yoxdur. Girişi istəsələr böyüdə bilərlər, balacalaşdıra da bilərlər. Sonra D variantına gəldikdə yazır ki, rəsmlər çəkilmişdi daş divarlar üzərində, onları güvəndə saxlamaq üçün. Bayaq bunu izah elədim. Valla burada bizim məhəllədə də və yaxud da sizin istənilən məhəllənizdə daşın üzərində rəsmlər çəkildiyi bəlkə də şahid olubsunuz, amma 10 il sonra, 5 il sonra o rəsmlərin də solduğunu görərsiniz. Amma söhbət 17 min il tarixli bir rəsmlərdən söhbət gedir ki, onların salamat qalması yenə də günəşə və havaya məruz qalmamasıdır ki, yəni daşın söhbətə dəxli yoxdur. Yəni daşı yağışın altına qoyulan 10 ilə 5 ilə o daş artıq parçalanıb yox olacaq. Y variantına gəldikdə rəsmlər olduqca detallı idi, hansı ki onları qorumağa kömək edirdi. Heç dəxli yoxdur. Yəni tutaq ki, Picasso-nun ya digər məşhur rəssamların rəsmləri olsun. Onlar da detallıdır, amma detallı olması onu qorumur. Yəni tutaq ki, mən bir rəsm çəkim, onu küçənin ortasına qoyum, bir gün sonra o rəsm yox olacaq. Yəni məsələ odur ki, yəni onun qorunma səbəbi mağaranın içərisinə günəş işığının birinci növbədə daxil olmamasıdır. Doğru cavab A. 8-ə gəldikdə mətndən aydındır ki, müəyyən edə bilirik ki, araşdırma şimal-şərq tərəfində Fransanın yox, daha sonra cənub-şərq tərəfində idi. Məncə bunu heç kəs hər halda götürməz. Burada South yazılıb, burada North yazılıb. Çox sadə variantdır, yanlışdır. 8-də B-dir ki, rəsmlərin 17 min yaşı var. Bəli, burada cümlə olaraq birbaşa verilib ki, burada rəsmlər 17 min il yaşında idi təxminən. Doğrudur. C variantı niyə görə səhvdir? C-də yazılır ki, rəsmlərdəki heyvanların üçünün 17 min il yaşı var idi. Yanlışdır. Rəsmdəki o heyvanlardan üçünün yazır ki, ən azı 31 min il yaşı var idi. Yəni burada 31 min il yazır, burada 17 min yazır. Yəni burada biraz bəzi tələbələrdə qaranlıq qala bilər. Bax, X bir rəsmdir. Tutaq ki, özüm götürürəm, çəkirəm. Burada bir dinozavr rəsmi çəkirəm. Sonra qayıdıb soruşuram ki, yoldaşlar, bu rəsmin tarixi nədir? Deməli, 1 dəqiqə əvvəl çəkibsiniz. Düzdürmü? Hə, 1 dəqiqə əvvəlki rəsmdir. Amma dinozavrın tarixi nədir? Dinozavr isə milyon illər öncəyə aiddir. Doğrumu? Yəni burada da həmin prinsipdir. Yəni rəsm özü 17 min il öncəyə aiddir, amma rəsmdə təsvir edilən heyvanlardan üçünün isə ən azı 31 min il yaşı var. Burada 31 min il deyir, 17 min demir. Sonra D-də yazılır ki, tədqiqatçılar böyük bir mağara tapdılar, böyük girişi. Big entrance. Böyük girişi yox. Girişi nə idi? Yarı örtülü idi. Half covered yazılmışdı. Bir də burada. Girişi half covered entrance. Yəni yarı örtülü girişi var idi. Yəni tam örtülməmişdi. Y-də də yazır ki, təəssüf ki, rəsmlər tədqiqatçıların tapdığı rəsmlər tamamilə tərk edilmişdi. Əslində tamamilə tərk edilməsi təəssüf ki, deyil, əslində xoşbəxtlikdən ki, tamamilə tərk edilmişdi ki, onlar bu günə qədər salamat qaldılar. Amma ümumiyyətlə olaraq götürdükdə bu gün üçün götürür, rəsmləri tamamilə tərk eləməyir. İctimaiyyətə bağlayıblar, amma alimlər və tədqiqatçılar girib araşdırma apara bilirlər. Yəni burada təəssüf ki, deməyimiz keçmişə nəzərən, yəni yanlışdır. Xoşbəxtlikdən desək, hə, düzgün olacaq. Yəni xoşbəxtlikdən rəsmlər ictimaiyyətə nə deyim? Üzr istəyirəm. Xoşbəxtlikdən rəsmlər tamamilə tərk edilmişdi. Yəni bu da niyə xoşbəxt olur? Çünki tərk edilməsi o demək ki, yəni kimsə əl vurmayıb,
içəri nə günəş girməyib, nə hava dəyməyib və bunun sayəsində salamat qalıblar. O anlamda. Belə yaxşı. Sonra növbəti sualımız nədir? 8-də B oldu. Keçirik növbəti 9-a. 9-a expose sözünün bizdən mənasını soruşur. Expose ifşa eləmək, 1. Üzə çıxartmaq, üstünü açmaq deməkdir. Üstünü açmaq. Yəni bir də məruz buraxmaq. Yəni bir şeyin üstünü açırsansa, nəyəsə məruz buraxmış olursunuz. Burada mətndə yazır ki, rəsmləri insanlar üçün göstərməkdən ötürü sadə belə onları üzə çıxartmağın sadə bir hərəkəti belə, yəni rəsmləri üzə çıxartmaq, çıxardıb insanlara göstərmək deyil, üzə çıxardıb. Səbəb ola bilər rəsmlərin yoxa çıxmasına. Burada yəni rəsmləri üzə çıxartmaq, yəni nə etmək? Açığa çıxartmaq. Yəni qapalı mühitdən çıxardıb cəmaata göstərmək. Yəni o anlamda işlənir ki. Burada doğru cavab C olur ki, yəni expose, yəni üzə çıxarmaq, ifşa eləmək ya da məruz buraxmaq deməkdir. Doğru cavab C-dir ki, bir şeyin uncover üstünü açaraq visible görünən etmək. Bir şey elə bir qapalıdır, üstünü açırsan, onu görünən edirsən. Yəni üzü üstünü açmaq, ifşa etmək ya da məruz buraxmaq kimi tərcümələr edə bilərik. Doğru cavab C. Sonra 10-cu suala gəldikdə, birdə deyir ki, neçə insan əli izi var idi? Bu yoxdur. Neçə insan əli izi var idi? Yoxdur. Sadəcə burada yazılıb ki, human hands hardaydı? Burada yazılıb. Yazılıb ki, insan əlinin tracing izləri var idi, amma say qeyd olunmuyor. İkinci sualda deyir ki, rəsmlərə dərinlik vermək üçün onlar boyanı necə əldə edirdilər? Boyanı necə əldə edirdilər? Bu yoxdur. Sadəcə cümlə var, çox tələbəni çaşdırır orada. Yazır ki, onlar kölgədən və boyadan istifadə edirdilər rəsmlərə dərinlik vermək üçün. Kölgədən və rəngdən istifadə edirlər rəsmlərə dərinlik vermək üçün. Yaxşı, boyadan istifadə edirlər, başa düşdüm. Amma sual verir ki, boyanı necə əldə edirdilər? Yəni bitkidənmi boya əldə edirdilər, qırmızı, müxtəlif rəngləri, yoxsa heyvanlardanmı əldə edirdilər? Onu demir. Sadəcə boyadan istifadə edirdilər deyir, amma boyanı sual verir ki, necə əldə edirdilər? O yoxdur bizim üçün. Üstə gəldikdə yazır ki, bir neçə rəsm niyə disappear, yoxa çıxdı, onlar tapılandan sonra. Səhvdir. Ümumiyyətlə o yoxa çıxıb çıxmaması ilə bağlı detallı, dəqiq bir məlumat yoxdur. Burada yazır ki, təəssüf ki, rəsmləri insanlara göstərmək üçün üzə çıxartmaq səbəb ola bilər, rəsmlərin disappear, yoxa çıxmasına səbəb ola bilər. Səbəb ola bilər deyir. Amma demir ki, yoxa çıxıblar. Sadəcə fikirdir. Yəni insanlara göstərsə, o rəsmlər yoxa çıxa bilər. Amma demir ki, rəsmlər yoxa çıxdı. Burada direkt soruşur ki, bir neçə rəsm niyə yoxa çıxdı? Yəni bir neçə rəsm yoxa çıxmasına bağlı elə bir cümlə yoxdur. 4-lə 5-in amma cavabı var ki, mağarada neçə rəsm var idi? 300-ün üzərində. Bax, bu hissədə yazılıb ki, mağarada 300-dən çox rəsm var idi. 5-də də deyir ki, rəssamlar mağara divarlarının təbii formasından nə üçün istifadə edirdilər? Bu da var idi, bayaq oxuduq. Hərəkətli göstərmək üçün, real göstərmək üçün heyvanları. Rəssamlar istifadə edir ki, mağara divarının təbii qıvrımlarından heyvanları look real, real göstərmək üçün istifadə edirdilər. Nə üçün istifadə edir? Heyvanları real göstərmək üçün. Cavab olacaq 4-5. İndi keçək ikinci mətnə, neftlə bağlı mətnə. 11.1. Burada deyir ki, yanacağın ixtirası nə kimi yanacaq? Kerosin və qazolayın. Qazolayın şeydir, benzin deməkdir. Benzinin ixtirası nefti ən vacib təbii resurs etdi. Fikir doğrudur. Həmin cümlə yoldaşlar, burada qeyd olunub. Bir də burada yazıb. Kerosin və qazolayın ixtirası
nefti ən dəyərli valuable mineral etdi. Dəyərli mineral etdi. Yəni mineral etdi, yəni təbii resurs etdi. Mineral zaten təbii resursdur. Doğrudur. Sonra 11.2-yə gəldikdə ən çox bəlkə də əsəbləşdiyim variant budur ki, niyə? Çox zaman tələbələr belə bir xəta edirlər. Bəlkə də bunu siz özünüz də şahid olubsunuz. Oxuyursunuz cümləni, bax buralar hər şeyi təmizləyək. Yazır ki, geniş ölçüdə enerji qıtlığının qarşısını almaq üçün alimlər neft məhsullarının keyfiyyətini yaxşılaşdırırlar. Mətni oxuyan istənilən tələbə istər-istəməz oxuyan kimi bu cümlələrin ikisini də mətndə gördüyünü düşünür. Bəli, doğrudur, bu cümlələrin ikisini də mətndə görürsünüz. Və dərhal qərar verirsiniz ki, yəni bu cümləni də mən mətndə görmüşəm, bu cümləni də görmüşəm. Və qərar verirsiniz ki, bu doğrudur. Amma halbuki yanlışdır, yoldaşlar. Biz xətanı harda edirsiniz? Deyirsiniz ki, mən görmüşüksə doğrudur. Doğru deyil, yoldaş. Bilirsən niyə doğru deyil? Sən götürürlər ən çox çaşdırıcı variant bəlkə də budur ki, bir mətnin, cümlənin mürəkkəb cümlə götürək. Mürəkkəb cümlənin bir hissəsini başqa bir yerdən alırlar. İkinci hissəsini başqa bir yerdən yazırlar. Və yeni bir cümlə formalaşdırırlar. Sizə elə gəlir ki, bu cümlələr mətndə var, yəqin ki, düzdür. Yəni bu yəqin ki ilə cavab verməməlisiniz. Mütləq şəkildə o cümlənin mətndə tapıb birə-bir üst-üstə düşdüyünü yoxlamaq lazımdır. Məsələn, bax həmin cümləni, bax enerjisi sarı olan cümləni bax tapıram. Həmin cümlə baxın buradadır. Oxuyuram indi o hissəni. Yazır ki, geniş ölçüdə enerji qıtlığının prevent qarşısını almaq üçün alimlər neftin süni formaları üzərində eksperiment aparırlar və yanacağın digər növləri üzərində eksperiment aparırlar. Burada fikir verdinizsə, keyfiyyətini yaxşılaşdırma deyə bir şey yox idi ki orada. Yox. Yazır neftin süni formaları ilə eksperiment aparırlar, bir də digər yanacaq növləri ilə eksperiment aparırlar deyir. Bəs deyirsən, mənim bax bu cümləni görmüşdü. O cümlə yoldaşım başqa bir yerdədir. Hardadır? Yuxarılarda olmalıdır. Keyfiyyətini yaxşılaşdırır. Burada. Hətta 2 abzas ondan üzərində. Gör nə yazır? 1900-cü ildən bəri alimlər mütəmadi şəkildə artırırlar variety çeşidliyi və neft məhsullarının keyfiyyətini improve edir, yaxşılaşdırırlar deyir. Yəni indi sizcə bu cümlə doğru oldu yoxsa yanlış? Yanlış. Çünki yəni neft keyfiyyətini artırması ayrı bir cümləyə aiddir. Geniş ölçüdə enerji qıtlığını qarşısını almaq isə tamam ayrı bir cümlədir. Qarşısını almaq üçün nə edirlər? Süni formaları üzərində araşdırma edirlər. Bu belə. Bu birinci variant. İkinci də biraz məntiqlə də yanaşa bilərsiniz. Yəni neft enerji qıtlığının qarşısını almaq üçün alimlər neft məhsullarının keyfiyyətini artırması qıtlığın qarşısını almayacaq. Əgər bir şey məhduddursa, bunu keyfiyyətini artırsam da, azaltsam da bir şey dəyişməyəcək. Yəni qurtaracaqsa qurtaracaq. Yəni məsələ odur. Aydın, ümid edirəm ki, aydındır. Yəni tələsik qərar verməyə çalışmayın. Hər zaman mütləq şəkildə variantın doğru olub olmadığını mütləq şəkildə yoxlamaq lazımdır. Sonra 11.3-ə gəldikdə isə deyir it is impossible, mümkünsüzdür əvəz etmək neft resurslarını onlar istehlak edildikdən sonra. Doğrudur. Mətndə yazılıb. Bu cümləni fərqli algılaya bilənlər də ola bilər, amma mətnə əsasən cavab verir. Mətndə yazır ki, neft digər minerallar kimi neft cannot be replaced, əvəzlənə bilməz after it has been used, istifadə edildikdən sonra. O zaman həmin fikirdir. Sadəcə buraya use yerinə burada nə yazılıb? Consumption yazılıb. Consumption nədir? İstehlak deməkdir. Əvəz edilməsi mümkünsüz. Doğrudur. Sonra 11.4-ə gəldikdə yazır, bütün ölkələr dünyada zəngindirlər neft ilə və ixrac edirlər bunu. Yəni heç mətnə ehtiyac yoxdur. Yəni hər halda bu qənaətdəyik. Yəni dünyadakı bütün ölkələr neft ilə zəngin deyillər. Yəni zəngin olsaydı, məsələn tutaq ki, qonşu ölkələrimizi götürək, Gürcüstan və ya Ermənistan olsun, onlarda neft yoxdur. Neft Azərbaycanda var, Azərbaycan onlara satır.
Düzdür. Yəqin ki, bu variantı səhv eləyən kimsə olmaz. Mətndə də var, təbii ki, öz yerində. Sonra gəldik 12-yə baxaq. Mətndən aydın olan bir ifadəni bizdən istəyir. A variantı yazır ki, neftin süni formaları hansı ki tamamilə enerji ehtiyaclarını qarşılayır. Already been found, artıq tapılıb. Bu cümlə səhvdir. Niyə səhvdir? Və burada mətndə qeyd olunur ki, alimlər neynirlər? Eksperiment aparırlar neftin süni formaları ilə. Eksperiment aparırlar. Eksperiment aparılması ayrı şeydir. Yəni hələ də tapılmamaq anlamına gəlir də, düzdürmü? Eksperiment aparılmaq ayrı şeydir. Artıq tapılıb deməsi ayrı bir şeydir. Yəni tapılmayıb. Sadəcə hələ eksperiment aparırlar, təcrübə aparırlar ki, işə yaraya bilərmi, yoxsa yox. Demək, birinci A variantımız yanlışdır. Bunu silək. Sonra B variantda yazır ki, dünyadakı neft miqdarı so immense. Immense nəhəngiri deməkdir. O qədər çoxdur ki, istifadə edilə bilər forever, ömürlük. Yanlışdır. Ömürlük istifadə edilirsə, zaten bu qədər müharibə və s. niyə olsun? Və təbii ki, mətnə əsasında götürə bilərik. Mətndə burada yazır ki, 2000-ci ilin ortalarında qıtlaşacaq deyir. Neft become scarce, qıtlaşmaq anlamında işlənir ki, 2000-ci ilin ortalarında, yəni 2050-60-cı illərdə neft nə olacaq? Qıtlaşacaq, yəni azalacaq, yox olmaq üzrə olacaq. Sonra D variantı yazır ki, nefti qorumaq crucial, vacibdir. Only, sadəcə neft ixrac edən ölkələr üçün. Bəs neft alan ölkə üçün nefti qorumaq vacib deyilmi? Onlar üçün də vacibdir. Yəni ümumiyyətlə neft nəinki ixrac edən, həmçinin ithal edən ölkə üçün də vacibdir. Yəni burada mətndə də həmin ifadə qeyd olunur ki, buradan anlamaq olar. Deyir ki, əksər sənayələşmiş ölkələr depend heavily on imported petroleum. Deyir ki, çox sənayələşmiş ölkələr çox asılıdırlar ithal neftindən ehtiyaclarını qarşılamaq üçün. Və nəticədə bu asılılığa görə neft ixrac edən ölkələr nefti siyasi və iqtisadi silah kimi istifadə edirlər. İxracata məhdudiyyət qoyaraq bu ölkələrə. Yəni belə çıxır ki, hər iki ölkə üçün nefti qorumaq vacibdir. Y variantına gəldikdə isə deyir ki, yeni enerji mənbələri peyda olsa, insanlar no longer, daha depend on, asılı olmayacaqlar neftdən. Səhvdir. Düz uzun müddətdə bəlkə ola bilər, amma mətndə yazır ki, mətndə yazılana əsasən biz cavab veririk. Orada yazır ki, yeni enerji mənbələri peyda olsa belə, insanlar illər boyunca etibar eləyəcəklər yenə neftə. Bax bu cümlədə yeni enerji mənbələri cəld bir şəkildə ortaya çıxsa belə, insanlar yenə də rely on, etibar edəcəklər ya da asılı olacaqlar. Yəni neftə illər boyunca, many years, yəni illər boyunca gedir. Belə, yəni məsələn, bu günləri elektrikli maşınlar var, amma insanlar bəziləri, yəni demək olar, hətta bəziləri yox, çoxu yenə də elektrikli maşın yox, benzin və ya dizel maşınlara üstünlük verirlər. Çünki hələ bu təcrübədən çıxmayıb. 15-20 ildən sonra bəlkə hamı artıq keçər elektrikli maşın. Sonra doğru cavabımız bəs nədir? C. Yazır ki, dünyadakı neft miqdarı hansı ki demands rational use, rasional istifadə tələb edən neft miqdarı sürətlə running out, bitmək üzrədir, tükənmək üzrədir. Run out ifadə olaraq tükənmək, bitmək, yorulmaq mənasında işlənir ki, yəni rasional istifadə tələb edən, rasional istifadə yəni qənaətcil, yəni ədalətli şəkildə və s. tərcümə edə bilərik ki, yəni düzgün istifadə tələb edən neft miqdarı sürətlə qurtarmaq üzrədir deyir. Bu cümlədə biz bayaqlar oxumuşduq. Bu cümlədən çıxır ki, əgər neftin hazırki istehlak səviyyəsi davam etsə, neft 2000-ci ilin ortalarında become scarce, qıtlaşacaq. Yəni nə olur? Demək, qurtarmaq üzrədir artıq. Qurtarır, yəni. Və 13-cü sualın cavabı elə odur ki, hazırda neftin istehlak səviyyələri nəyə gətirib çıxardacaq? Doğru cavab D. Enerji mənbələrinin qıtlığına gətirib çıxardacaq.
Buradakı cümləyə əsasən ki, hazırki istehlak səviyyəsi davam etsə, neft 2000-ci ilin ortalarında become scarce qıtlaşacaq. Yəni yoxa çıxacaq deyə bilərik. Demək ki, nəyə gətirib çıxaracaq? Enerji qıtlığına gətirib çıxardacaq. Sonra növbəti məsələn variantlara baxsaq, məsələn yazılıb ki, neftin ixracına bütün ölkələr tərəfindən, neft məhsullarının artımına, abundance bolluğuna, kerosinin ixtirasına, mənasız bir şeylərdir. Yəni hazırki istehlak səviyyəsi davam etsə 2050-ci, 60-cı illərdə artıq qurtaracaq, qıtlıq yaşanacaq. Doğru cavab D. Sonra 14-ə gəldik. Sip sözü sızmaq deməkdir. Bunu buradan mətndən çıxarmaq mümkündür. Mətndə burada yazır ki, ümumiyyətlə petroleum sözü deyir ki, latın sözü olan qaya və yağ sözündən yaranır ki, insanlar bu adı verirlər. Çünki o sızırdı yerdən yuxarı çatların arası ilə. Yəni sızmaq deməkdir. Sızmaq buradakı variantlardan A variantına birbaşa uyğun gəlir ki, flow axmaq deməkdir. Suyun məsar axmağı anlamında. Axmaq slowly, yavaş-yavaş, small quantities, kiçik miqdarlarda. Absorb udmaq, increase artırmaq, rise qaldırmaq, artırmaq. Yəni bunlar deyil ha. Bunlar sızmaq ayrı bir şeydir. Sızmaq suyun axıntısıdır. Yəni nə olsa neft yuxarı qalxır. Yəni yuxarı qalxması şərt deyil. Məsələn, yuxarıdan aşağı da su sıza bilər. Yəni artmaq, qalxmaq bu rise söhbəti dəxilsizdir. Burada suyun axmağından gedir. Flow olacaq, slowly, yavaşca axmaq kiçik miqdardadır. Prevent də qarşısını almaq, axının qarşısını almaq dəxilsizdir. Doğru cavab A-dır. Yəni bu qəbul sualıdır. Birə-bir eyni A variantı şəklində də doğru cavabımız verilmişdir. Və 15-ə gəldikdə neft ixrac edən ölkələr neftdən siyasi və iqtisadi silah kimi necə istifadə edirlər? Bunu bayaq oxuduq. İxracatı məhdudlaşdıraraq. Burada yazmışdım. Neft ixrac edən ölkələr nefti istifadə edirlər as a political and economic weapon. Siyasi və iqtisadi silah kimi istifadə edirlər. Nə edərək? Restricting exports. İxracatı bu ölkələrə, bəzi ölkələrə ixracatı restricting, məhdudlaşdıraraq. Birin var cavabı. Hansı ixtiralar nefti ən dəyərli mineral etdi? Kerosinlə benzinin ixtirası. Burada yazır. Kerosin və benzinin ixtirası nefti dəyərli mineral etdi. Ən dəyərli var. Digərlərinin cavabı yoxdur. Burada deyir ki, hansı ölkələrdə yeni enerji mənbələri tapılıb? Mətndə səhv etmirəmsə heç ölkə adı qeyd olunmur. Yəni heç bir ölkənin adı çəkilmir. Neft yerdən necə ekstrakt çıxarmaq demək, yerin dərinliyindən necə çıxardılır? Onu açıqlayacaq bir şey yoxdur. Necə, yəni nefti kilometrlərlə dərinlikdən necə çıxardırlar? Onunla bağlı heç bir cümlə yoxdur. Bir də neft how long, nə qədər müddətdir ki, consume istifadə edilir? Bununla bağlı bir şey yoxdur. Nə qədər müddətdir istifadə edilir? Yoxdur. Birdən burada bəzi tələbələr olaraq çaşır. Yazı 1900-cü ildən bəri alimlər çeşidliyi və keyfiyyəti artırırlar. Ayrı bir şeydir. Çeşidliyi, neft məhsullarının çeşidliyini, keyfiyyətini artırmaq, yəni neftin o vaxtdan bəri çıxdığı anlamına gəlmir, yoldaşlar. Və ya burada 2000-ci ilin ortalarında neft qıtlaşacaq, yenə bu neftin nə qədər müddətdir istifadə edildiyi anlamına gəlmir. Doğru cavabımız 1 və 2-dir. 16-ya gəldikdə mətn növə çevirməmizi istəyir. Burada xəbərimiz nədir? Had told. Və bitmiş zamanlarda biz nə edirik? Mətn növə çevirəndə ortaya nə yazırıq? Been yazırıq. Olur had been told. Variantlara baxsa görə harda var? A-da var, B-də var, bir də D variantında var. C-də has been yazıb, bizə has been yox, elə had been lazımdır. Y-də had told yazıb, had been lazımdır. O üçün cavab ya A-dır, ya B-dir, ya da D-dir. İndi yaxşı bir sual verin, baxın. Biz mətn növə çevirəndə nəyi çeviririk? Mübtədəni yoxsa tamamlığı çeviririk? Tamamlıq çevirirsə, yəni tamamlıq keçir qabağa. Kimsə ona dedi, tamamlıq nədir? Himdir. Ona deyildi kimsə tərəfindən olur. Düzdürmü? Bəs onda niyə somebodyləri mətn növə çevirmişəm ki? Yəni mübtədəni çevirə bilmərəm. Nə çevriləcək? Tamamlıq çevirir. Tamamlıq da hidir. Doğru cavab olur A variantı. Mən başa düşdüm ki, ona deyilib bunun barəsində. Yuxarıda isə yazır kimsə ona deyib. Aşağıda isə ona deyilib bunun barəsində kimsə tərəfindən. Prosta kimsə tərəfindən yazmamışam.
Sonra 17-yə baxdıqda Ayza bilir ki, dadə anlamında harda işlənir? İnkar cümlə sonunda, amma burada inkar yoxdur. Sonra Y variantında to təsdiq cümlə sonunda işlənir, bu getdi. Sonra D variantında harda inkardır, Nice da inkardır. İki inkar olmaz, bu da getdi. Bunları silək. Sonra qaldı B ilə C variantı. B ilə C variantında bağlayıcılarımız nədir? Nice nordur. Yoldaşlar biz artiklı hansı bağlayıcıda atırıq və ya nədən sonra artikl düşür? Bax, bir no'dan sonra artikl düşür. Bir də nədən sonra düşür artikl? No or bağlayıcısından sonra artikllar düşür. Qalan heç bir halda biz artikl atmırıq. Qalan heç bir halda artikl düşməz. Madəm elədirsə, onda nice orada artikl düşmürsə, və buradakı nə olardı? Nice a pen, nore pencil olardı. Çünki qələmlə karandaş sayılan isimlərdir. Doğru cavab C qalır. Deyirsə, Aymin, bəs C-dəki artikl hanı? C-də artikl olmaz yoldaşlar. Əksinə artikl yazsam səhvdir ha. Çünki burada time, vaxt, money, pul bunlar sayılmıyor isimlərdir. Doğru cavab C. 18-ə baxaq. Deyir, əgər bileti öncədən almış olsanız, doğru cavab B. Yer tapmaqda şanslı olacaqsınız. Tutaq ki, indi yanvar ayıdır və istəyirəm ki, ilin ən qızğın vaxtı, tutaq ki, iyul ayında Bodruma tətilə gedim. İndidən öncədən bilet sifariş eləsəm, yer tapmaqda şanslı olacaqmı? Bəli, olacaq. Bodrumda istədiyim otellərdən birində yer tapacağam. Çünki indi boşdur deyə rahat tapa bilərəm. Doğru cavab B. A-da yazır ki, pulunuzu israf edərsiniz. Niyə israf edirəm? Bileti sifariş edirəm. Xoşum gəlməsə 1 ay sonra, 2 ay sonra ləğv eləyib pulumu təzədən ala bilərəm. Yəni israf zad eləməyəcəm. Sonra deyir ki, bu səbəb olur problemə sənin üçün. Niyə bu səbəb olsun? Əksinə problemə səbəb olmaz. İstədiyim yerdə, istədiyim zamanda yerdə tapa biləcəm. Səhvdir. Sonra deyir ki, tamaşa ləğv ediləcək. Mən əvvəlcədən bilet alsam tamaşa ləğv ediləcək deyənmərəm. Tutaq ki, ayın 30-u konsertdir. Mən hamıdan qabaq bilet aldım. İndi Tarkanın tutaq ki, konserti mənə görə ləğv ediləcək. Mənasızdır. Sən razı qalmayacaqsan, bu da mənasızdır. Yəni əvvəlcədən alsam əksinə razı qalaram. Həm ucuz alaram, həm də istədiyim yeri taparam. Doğru cavab olacaq B variantı. Yer tapmaqda şanslı olacaqsan. 19-cu suala baxaq. Burada deyir ki, heç bir quş ağacların sıx yarpaqları arasından görülmürdü. Yəni, heç bir quş görülmür. Cümlə nədir? İnkardır. İnkardırsa demək ki, bizə nə lazımdır? İnkar lazımdır. Solar təsdiqlə işlənir. Bunları sildim. So-day quruşu təsdiqə cavabdır. Also da təsdiqdə işlənir. Yəni, Y variantı da səhvdir. Bunları çıxardıram. İki variantımız uyğun gəlir. Ya C variantıdır, ya da D variantı. Sadəcə C variantı ona görə səhvdir. Burada digər həşəratlar yazıb. Fikirləşin, həşəratda cəmdə axı. Xəbər orada was olardı, yoxsa were olardı? Təbii ki, were olardı. Were olsa düz olardı. Doğru cavab nə qalır? D variantı. Elə kəpənək də görülmürdü. Yəni, heç bir quş görülmürdü yarpaqlar arasından. Elə kəpənək də görülmürdü. Doğru cavab D. Sonra 20-yə gəldikdə bir müddət o anlamadı ki, hardadır və nə baş vermişdi. Fikir verirsə, üç hərəkətin üçü də eyni zamanda baş verir. Da biri indiki, biri keçmiş ola bilməz. Məsələn, is ilə was bunlar uzlaşmaz. Sonra has ilə was uzlaşmaz. C getdi. Y-də has ilə had uzlaşmaz. Bu da getdi. İki dənə variantımız qalır. Yəni, üçü də keçmiş olan A və D variantları. Yoldaşlar, ingilis dilində belə bir qayda demişdik ki, birinci bitmiş hadisə baş verir, sonra sadə hərəkətlər baş verir. Madəm eləsə, onda D-də birinci bu baş verir, sonra isə sadə hərəkətlər baş verir. İndi cümləmizi bir dənə oxuyaq, cümlədə nə yazılıb? Bir müddət o anlamadı ki, hardadır və nə baş vermişdi. Yaxşı, anlamamağı tutaq ki, bir zaman xəttində düşünək. Anlamadı X bir anı qəbul eləyək. Hardadır, anlamır və harda olması da əslində eyni zamanlıdır, yaxın hərəkətlərdir. Anlamır və hardadır, eyni zamandır ya da yaxın hərəkətlərdir. Və nə baş vermişdi? Amma nə baş verməsi anlamamağı və harda olmasından öncəki hadisədir. Onda bu hansı zamanda olsa, bitmiş zaman olacaq.
Yəni ardıcıl hərəkətlər olsa üçü də keçmiş sadə olardı, amma hərəkəti pozan had olanda o bitmişlə ifadə edirik. İndi sizcə bu hadisələrdən hansı birinci baş verib? Birinci nə baş verməyidir? Sonra isə anlamayıb və harda olması isə ikinci və üçüncü hadisələrdir. Zaten əslində anlamama, harda olması eyni zamanlı kimi götürə bilərik. Eyni anda həm anlamırsan, həm də harda olduğu eyni zamanlı hadisədir. Amma birinci hansı hadisə baş verir? Birinci hadisə baş verir, sonra anlamırsan ki, hardaysan. Məhz buna görə 1, 2, 3 ardıcılığı hansı variantda uyğun gəlir? D-də uyğun gəlir ki, yəni o anlamadı ki, didn't realize, anlamadı ki, where she was, hardadır və nə baş vermiş olduğunu anlamadı. Nə baş verməsi onun anlamamağından öncəki hadisədir. Doğru cavab D. Yaxşı. Sonra 21-ə gəldikdə yanlış antonim bizdən soruşur. Birinci Y-dən başlayır. Skillful, bacarıqlı. Competent də bacarıqlıdır, amma incompetent bacarıqsız gedir. Antonimdir. Domestic ev və ya yerli deməkdir. Evcil, ev və ya yerli deməkdir. Foreign isə nədir? Xarici. Antonimdir. Married evli, single subay. Antonimdir. Precise dəqiq deməkdir. Inaccurate isə qeyri-dəqiq deməkdir. Dəqiq, qeyri-dəqiq antonimdir. Burada bir dənə dəxilsiz variantımız var. A variantı. Careful nədir? Diqqətli. Məncə hamı bilir bunu. Talented nədir? İstedadlı, talantlı. İstedadlı, talantlı ayrı şeydir. Diqqətli ayrı şeydir. Yəni, hər diqqətli olan talantlı deyil, talantlı olan da diqqətli deyil. Yəni, bunlar nədir? Yanlış antonimdir. Harca sinonimə yaxında, heç sinonim də deyirlər. Yəni, əlaqəsiz sözlərdir. Bizdən səhv istəyir A variantı. Sonra 22 gəldikdə deyir, otaq doldu tüstü ilə with və yanğın söndürənlər görə bilmirdilər tüstünün içində. Otaq tüstü ilə doldu və yanğın söndürənlər tüstünün içində nəsə görə bilmirdilər. Cavab olacaq C. Yəni burada tüstünün arasında, tüstü ətrafında doldu, belə şeyləri yazmıyor. Yəni B variantı birdən kimsə yazarsa, mənzil doldu tüstünün ətrafında. Tüstünün ətrafında mənzil doldu. Ya da mənzil doldu tüstünün ətrafında. Tüstünün ətrafında mənzil doldu. Sonra deyirsən, heç nə görmürdülər tüstünün ət yanında. Heç nə görə bilmirlər. Mənasız cümlə alınır da, yəni fikir verirsiniz. Və yaxud da D variantına baxsa, tüstü ilə doldu, amma tüstünün arasında. Bitkindən sonra birinci cəm isim gəlir. Yəni tüstünün arasında deyənmərəm. Tüstünün yarısı bir tərəfdə, yarısı bir tərəfdə durub mən arasında nəsə görəcəmsə, bu mənasız bir şeydir. Yəni tüstü otağın tam içində dolur. Yəni ən məntiqli, ən anlamlı variant. Bunlar anlamsız variantlardır. Yəni fantastik bir hal olsa gərək o cavablar doğru ola bilər ki, tüstü otağın yarısına dolsun, ya evin ətrafına dolsun və s. bir şeylər düşünə bilərsiniz. Amma normal cavab nədir? Mənzil doldu tüstü ilə və tüstünün içində heç nə görə bilmirdi yanğın söndürənlər. Doğru cavab C. Sonra 23-ə gəldikdə, 23 model sual olsa belə, amma bu sualda yanlışlıq var. İzah edeyim, sonra deyəcəm. Məsələ olduqca çətin olmasına doğru cavab A'dır. Oldu. Baxmayaraq, oğlanlar onu 2 gün içində həll edə bildilər. Yəni, çətin olmasına baxmayaraq, 2 gün içində həll edə bildilər. Yəni, 7 günlük iş düşünün. 7 günlük işi təsəvvür edin. Çətin olmasına baxmayaraq, oğlanlar 2 günə həll etdilər. Doğru cavab A'dır. O ki, qaldı digər variantlar nə deməkdir? Therefore, ona görə də deməkdir. Yəni, soya bərabərdir, ona görə də. Birinci cümləyə birbaşa ona görə də sözü ilə başlamaram. Yəni, therefore-dur, so-dur, ona görə də anlamında cümlənin ortasında işlənir. Yəni, cümlənin başında o halda yaza bilərsiniz ki, əvvəlində başqa bir cümlə olsa. Məsələn, əvvəldə başqa cümlə yazıram, deyim ki, Alex xəstə idi, nöqtə. Sonra deyirəm, ona görə də o bu gün dərsə gəlmədi. Onda anlamdır. Amma direkt belə başlayanmaram. Ona görə də Alex dərsə gəlmədi. Nəyə görə? Aydın oldu da yəni ki. Yəni ortada işlənir. Bu getdi. Sonra weather ki deməkdir. Bu da yəni ki çətin idi mənası tərcümə olunur.
Whether əsasən bir tamamlıq budaq cümləsi ya da mübtəda budaq cümləsində işlədirik. Yəni bunlar heç birinə uyğun gəlmir. Since bəri deməkdir. Bir bəri mənası var. Bir də yoldaşlar, sinsin çünki və ya üçün mənası var. Üçün. Özü üçün qeyd edeyim. Since zamanda keçmişi bəri mənasında işlənir. Bir də üçün və ya çünki mənasında da işlənir. Sonra əzin də bir neçə mənası var. Əzin məsələn bir mənası var, kimi mənası var, bir mənası var, arkan mənası var. Digər bir mənası var, çünki because-la bərabər kimi işlənir. Yəni əslində baxanda burada əzlə since çünki mənasında bir-birinə bərabərdir. Bəs niyə sual səhvdir? Sual ona görə səhvdir ki, S və Y variantları da əslində ola bilər çünki anlamında. Ola bilsin ki, burada yazı məsələ 7 günlük olmasın. Məsələ olsun 1 saatlıq məsələ. 1 saatlıq məsələ olsun. Deyirəm ki, məsələ çox çətin olduğu üçün üzr istəyirəm. Yəni 1 saatlıq, yəni neçə saatlıq olması önəmli deyil orada. Yəni məsələ çox çətin olduğu üçün oğlanlar onu 2 günə həll etdilər. Deyə bilərəm də. Tutaq ki, X bir məsələdə həll edə bilmirlər. Yəni çətin olduğu üçün oğlanlar onu 2 günə həll etdilər. Ya da çətin olmasına baxmayaraq 2 günə həll etdilər. Yəni çətin olmasına baxmayaraq deyəndə onda bu əslində 2 gündən artıq bir məsələ olmuş olur. Məsələn 3-4 günlük məsələ olur. Deyirsən 3-4 günlük məsələ olmasına baxmayaraq oğlanlar 2 gün həll etdilər. Amma 2 günün altında bir məsələ olsa, məsəl üçün ya da fərq eləməz ümumiyyətlə. Yəni məsələ çətin olduğu üçün oğlanlar onu 2 günə həll etdilər. 2 gün içində həll etdilər. Yəni bu artıq birisi nə olur? 2 ya da 3 günlük məsələ olur. 2 günün altında olmur. Yəni 2 ya da 3 günlük məsələ olur. Yəni bu tamı-tamına 2 ya 3 günlük məsələ olur ki, elə oğlanlar da ona görə 2 gün həll edirlər. Yəni iki cür tərcümə ikisi də uyğun gəlir. Məsələ çətin olmasına baxmayaraq 2 günə həll etdilər, ya da çətin olduğu üçün oğlanlar onu 2 günə həll etdilər. Belə, növbəti 24-cü suala baxaq. 24-də bizdən antonim soruşur. Frank nədir? Səmimi deməkdir. Və deyir ki, A variantında qeyd olunur ki, sinsiyə sözünə başlayır. Sinsiyə səmimi deməkdir. İnsinsiyə isə qeyri-səmimi. Zaten elə doğru cavab desən A çıxır. Çünki səmiminin antonimi qeyri-səmimi nədir? Göstərə bilərik. Sonra cautious ehtiyatlı deməkdir. Cautious ehtiyatlı, tədbirli, əlaqəsizdir. Sonra reliable etibarlı, güvənli, etibarlı və ya güvənli deməkdir. Bu variantda deyil. Sonra decent ədəbli, tərbiyəli deməkdir. Sonra impudent isə mənfi anlamda işlən, əksinə ədəbsiz, tərbiyəsiz anlamına nədir? Gəlir. Yəni burada doğru cavabımız elə A variantı idi ki, decent ədəbli, tərbiyəli, impudent ədəbsiz, tərbiyəsiz, reliable etibarlı, cautious ehtiyatlı, insincere isə qeyri-səmimi, yəni səmimi olmayan, Frank səmiminin nə idi? Antonimidir. Bəs deyərsin mənim burada tərbiyəsiz niyə olmasın? Səmimi, tərbiyəsiz. Tərbiyəsiz direkt onun sinonimi deyil. Yəni burada decentlə, daha doğrusu decentlə impudent antonimdir. Sinonim yox, daha doğrusu antonim çox axtarırıq. Decent tərbiyəli, impudent isə tərbiyəsiz. Bu antonimdir. Bunun antonimdir. Amma burada frankla insincere antonim sayılır. Yəni səmimi ilə qeyri-səmimi nədir? Antonimdir. Sonra gəldik 25-ci suala. 25-ci sualda deyir, mən bilmək istəyirəm ki, yoldaşlar oyunu qazanıbmı? Belə bir sualımız var. Bu sualda əslində bizim üçün açar söz birisi nədir? Buradakı Z artiklidir ki, məncə hamı bu qaydanı xatırlayar əvəzlik mövzumuzdan ki, nə demişdi? Əvəzlik ilə isim arasında artikl işlənməz. Hansı halda işlənə bilər? Ya da artikl deməyək də, yəni təyin edici işlənməz. Yəni bu təyin edici nədir? Artikldır, A, N, Z və ya başqa bir əvəzlik işlənməz. Əvəzi ilə
isim arasında article veya başqa bir əvəzlik o halda işlənə bilər ki, 3 dənə ifadədə all, both, bir də halfda. Yəni belə düşünün də, yəni özündən sonra z artiklı ancaq all, both, bir də halfda gələ bilər. Yəni all z, both z, bir də half z deyə bilərsiniz. Qalan heç bir əvəzlikdən sonra birbaşa z artiklı yaza bilməzsiniz. Yəni neither z, either z, it z ola bilməz. Amma all z, both z işlətməyimiz mümkündür. Cavab olacaq 2, 4. Sonra 26-cı suala baxsaq, verilən cümlənin bizdən ekvivalenti istəyir ki, o bu mövzunu öyrənməyin çətin olduğunu düşünür. Yaxşı, indi A-da yazır ki, mövzu elə asandır ki, səhvdir. Challenging çətin deməkdir. Mövzu elə asandır, səhvdir. 2 ola bilər. Onun üçün çətindir bu mövzunu öyrənmək. Olar. 3 biraz çaşdırıcıdır ki, vacib mövzu seçməkdə o çətinlik yaşayır. Mövzu seçməkdə çətinlik yaşayır, yanlışdır. Çünki mövzunu öyrənməkdə deyir. Mövzunu öyrənmək ayrı şeydir, mövzu seçmək ayrı şeydir. Adam mövzu seçməkdə çətinlik yaşamır, mövzunu öyrənməkdə çətinlik yaşayır. Yəni bu da yanlışdır. Çətin olduğunu didn't find düşünmür, səhvdir. Halbuki burada find deyir. Doğru cavab bir də 5 olur ki, mövzu öyrənmək onun üçün çətindir. Bəli, bu mövzunu öyrənmək onun üçün hard, çətindir ola bilər. Doğru cavab 2, 5. Sonra keçdik növbəti 27. Söz önü ilə bağlı bir şeydir. Yoldaşlar, apologize to somebody for something işlənir ki, kiməsə, nə üçünsə üzrxahlıq etmək deməkdir. Amma təəssüf ki, biz dilimizdə tərcümə edəndə kimdənsə üzr istəmək deyirik, amma üzrü kimdənsə istəmirik, yoldaşlar. Üzrxahlığı, əslində biz niyə başqasından üzr istəyirik ki? Başqası niyə bizə üzr versin ki? Düşünün, üzrü başqasından istəməyimiz yanlış. Əksinə biz üzrxahlıq eləyirik kiməsə, biz eləyirik. Yəni üzrxahlığı biz onlara veririk. Yəni əslində ingiliscə tam doğru ifadə edirlər ki, apologize to somebody for something. Kiməsə nə üçünsə üzrxahlıq etmək. Sonra surprise at-lə də işlənə bilər, by-la da işlənə bilər. Yəni surprise at nəyəsə təəccüblənmək anlamında işlənir. By-la işləndə isə kimsə tərəfindən təəccübləndirilmək mənasına gəlir. Bu arada surprise at məchul növ deyil. Amma surprise by məchul növ sayılır. Sonra 3-də də deyir ki, təəssüf ki, nəsə yanlış var onunla bağlı. Onun ilə deyəndə wrong with-lə işlənəcək. Bu da konkret bir ifadədir. Wrong with somebody or something. Kiminləsə ya da nəyinəsə bağlı bir şeyin yanlış getdiyi anlamına gəlir. Belə, özünüz uyğunlaşdırarsınız. İndi gəldik 28-ə baxaq. Fate solmaq, azalmaq və ya ölmək deməkdir. Burada olacaq cavab B. Become or make something become paler or less bright. Nəysə paler daha solğun ya da less bright az işıqlı etmək, solmaq mənasına gəlir. İkincisi, embarrass utandırmaq, xəcalət vermək. A olar. Make somebody feel shy, awkward, ashamed. Kimisə utanqac ya da geri qalmış hiss etdirmək, utandırmaq mənasına gəlir. Sonra identify müəyyən etmək deməkdir. Bir şeyi müəyyən edirsə, demək ki, onu tanıyırsınız da. Doğru cavab olacaq D. Kimisə ya da nəyisə tanımaq və ya onun kim və ya nə olduğunu deyə bilmək. Yəni müəyyən etmək anlamına gəlir. Doğru cavab B, A, D, B, A, D. Desən C eləyir də həm. Sonra növbəti 29-a gəldikdə. Burada oflu birləşmədir. Yadda saxlayın ki, aşağıdakı sual sözlərindən ofla işlənən yeganə which of-dur. Nə who of, nə how of, what of, where of deyə birləşməmiz yoxdur. Which of ola bilər. Bu qadınlardan hansı sənə tanışdır. Sonra which writer hansı yazıcı anlamına gəlir. Which news da hansı xəbər anlamına gəlir. Doğru cavab 7. Burada sadəcə sizi çaşdıran məqam birisi nə ola bilər? Deyəs, ay müəllimi axı which-i insanla işlətmirdi. Eşidə bilirəm sanki. Amma yəni elə deyil. Yoldaşlar, insandan sonra which işlətməyimiz yanlışdır. Məsələn, the boy, bir dəqiqə düzəldim. Oğlan which has come late, deyək ki, oğlan kim ki gec gəldi, is Alex. Gec gələn oğlan Alexdir. Bu cümlə səhvdir.
Məncə hamınız bu qənaətdə olarsınız. Bu cümlə səhvdir. Niyə? Çünki ə, oğlan vits deyəmərəm, vits heyvanlarla əşyaları təyin edir. Bu cümlə yanlışdır. Bu səhvdir. Bəs bu cümlənin doğru versiyası necə olar? Oğlan kim ki deyərik, düzdürmü? Who has come deyərik ya da that has come deyə bilərik maksimum. Bəs bu nə məsələdir? Yəni yaddaşlar, yadda saxlayın ki, təyin budaq cümləsində which insanı təyin etmir. Which heyvanla əşyanı təyin edir. Yəni insandan sonra which olmaz. Sual sözü kimi which-dən sonra insan ola bilər. Məsələn, which boy hansı oğlan gec gəldi. Bax bu şəkildə sual verə bilərəm. Ya da sizin hansınız gecikdi. Ya da oğlanlardan hansı gec gəldi, has come late. Belə. Yəni which-dən sonra insan ola bilər, amma insandan sonra which ola bilməz. Bunu bu şəkildə yadda saxlayın. Hansı oğlan və sizin hansınız deyə bilərəm, amma oğlan which deyib hansı ki deyə bilmərəm. Əvəzinə Yahoo ya da Z deyə bilərəm. Doğru cavab Y. Sonra keçsək 30-cu suala baxaq. Deyir ki, ətraf mühit çirklənməsi narahat edici bir məsələdir. Yer küləsinə necə kömək edə bilərik? A-da yazı gərək increase artıraq və tullantının səviyyəsini artıraq. Yox, artıraq yox, azaldıraq olardı. 2-də yazır ki, vehicle nəqliyyat vasitələri demək. Nəqliyyat vasitələrinin gərək sayını reduce azaldaq. Ola bilər. Yəni nəqliyyat vasitələri sayını azalda bilərik. Çünki yəni yanacaq az işlənəcək, təbiətə az ziyan vuracaq. 3 ola bilər. İnsanlar arasında awareness, məlumatlığı gərək artıraq, olar. Sonra 4 də olar. Əşyaları yenidən istifadə edək ya da recycle, təkrar emal edək, olar. Ağacları kəsək olmaz. Cavab 2, 3, 4. Sonra 31-ə gəldikdə hüquqşünas sənədi imzalatdırdı. Bizdən ekvivalent istəyir. Sonra deyir ki, partiyalar razılığa gələndən sonra. Burada öncəliklə yoldaşlar, AFD ilə bağlı cümlədə bəzən bizim tələbələr belə bir xəta edirlər, yerli tələbələr. Yəni, olarsa aramızda kimsə deyə bilər. Başlayırlar ardıcıl şəkildə hər şeyi tərcümə etməyə. Bu cümləni iki cür tərcümə edə bilərsiniz. Birinci, yanlış. Yanlışı deyirəm. Hüquqşünas sənədi imzalatdı, sonra partiyalar razılığa gəldi. Baxın, hüquqşünas sənədi imzalatdı, sonra partiyalar razılığa gəldi. Bu səhvdir ha. Belə bir şey ola bilməz. Yəni, burada məsələ nədir? Niyə səhvdir, yoldaşlar? Biz bunu hərf-bərif tərcümə eləməyimiz yanlışdır. Çünki ingilis dilində budaq cümlə bağlayıcı ilə bir yerdə tərcümə edilir. Onu baş cümlə aid eləmirəm. Və burada hüquqşünas sənədi imzalatdı. Nədən sonra? Partiyalar razılığa gələndən sonra. Yəni burada birinci razılığa gəlirlər, sonra sənəd imzalanır. Yəni partiyalar razılığa gələndən sonra hüquqşünas sənədi imzalatdı. Demək birinci razılığa gəlirlər, sonra sənəd imzalanır. İndi görək hansı variantda var. A-da yazır ki, hüquqşünas sənədi imzaladı. Bu səhvdir ümumiyyətlə. Hüquqşünas imzalamır, imzalatdırır. İmzaladı və partiyalar razılığa gəldi. Xeyr, razılığa gəlirlər, sonra imzalanır. Səhvdir. Sonra deyir, partiyalar razılığa gələndən sonra sənəd imzalandı, olar. Razılığa gələndən sonra sənəd imzalandı, olar. 2 düzdür. Hüquqşünas sənədi imzalatdı və sonra partiyalar razılığa gəldi. Bu səhvdir. Partiyalar razılığa gəldilər, sənəd imzalanmamışdan before, öncə. Aha, düzdür. Sənəd imzalanmamışdan öncə partiyalar razılığa gəldilər. Birinci razılığa gəlirlər, sonra imzalanır. Doğrudur. 5 amma səhvdir. Partiya razılığa gəlmədən öncə sənəd imzalanmışdı, yanlışdır. Razılığa gəlmədən öncə imzalanmışdı, yanlışdır. Razılığa gəlmədən öncə imzalanmır. Razılığa gələndən sonra imzalanır. Cavab olacaq 2, 4. Yaxşı. Sonra keçdik növbəti 32-ci suala baxaq. 32-də bizdən soruşur ki, hansı cümlələr can be changed into passive, passivə çevrilə bilər deyir. Yəni biz o cümləni passivə çevirə bilərik ki, tamamlığı olan cümlə axtaracaqsınız. Harda tamamlıq var? Demirək passivdəkini seçin. Deyib passivə çevrilə bilər. Birinci baxıram, zey mübtədəmdir, təəccübləndirlər xəbərimdir. Çünki bütün bu şeylər mübtədəmdir, baş verdi xəbərimdir. Gözlənilməz bir şəkildə bu da zəfliyimdir.
Bu cümlədə nə yoxdur yoldaşlar? Tamamlıq yoxdur. Bunu çevirənmədim, getdi. İkinciyə baxdıqda onlar müftadəmdir, dəvət etdilər xəbərimdir. Kimi dəvət etdilər? Bütün dostları toya dəvət etdilər. Dostlar dəvət edildi. Onlar tərəfindən deyə bilərəm. Kimi dəvət edir? Dostlarını. Tamamlığımız var. İkini çevirdim. Üstə gəldi. Deforestation, meşələri kəsmək, leads to, gətirib çıxardır, bir çox ətraf mühit probleminə. Düz burada nəyə desək belə, amma əslində niyə yox, hara gətirib çıxardırdı, niyə? Buradakı əslində tamamlıq kimi yox, zərfli kimi işlənir. Üstəlik leads to təsirsiz feildir, nəyə deyirsən. Və burada anlamaq üçün başqa bir cümlə yazıram. Yazıram ki, this road leads to Baku. Nöqtə. Gəlin bu cümləni təhlil edək. Bu yol nə? Bu yol. Bu nədir? Mübtədə. Leads to aparır xəbərim. Bakıya aparır. Sual verin. Hara aparır? Bakıya aparır. Hara sualına hansı cümlə üçün cavab verir? Zərfli cavab verir. Düzdür? Yəni burada problemi aparır, nəyə aparır desək belə əslində bu işlənən zərfli idi. Yəni hara əslində hara aparır? Problemi aparırdı. Yəni orada nəyə desəniz belə əslində işlənən şey nədir? Zərfli mahiyyətindədir. Yəni leads to mətin növdə işlənməyəcək. Həmçinin nəyə görə işlənmir? Təsirsiz feil olduğuna görə. 4-ə gəldikdə ay müftadəmdir, xahiş etdim xəbərimdir. Kimdən? Ondan tamamlığım var. Nəyi xahiş etdim? Bilet sifariş verməsini. Bu da ikinci tamamlıq. Bax, hər ikisini çevirə bilərik. Ondan xahiş edildi də deyə bilərəm. Biletin sifariş olunması xahiş edildi də deyə bilərəm. Hər ikisi çevrilə bilər. Çünki tamamlığım var. 5-də də nobody, heç kimsə müftadəmdir. Search for, axtarmadı xəbərim. Nəyi axtarmadı? Məlumatı, datanı axtarmadı. Bu da olur nə? Tamamlığımız. Məlumat axtarılmadı kimsə tərəfindən deyə bilərəm. Cavab olacaq 2, 4, 5. Sonra növbəti 33-cü suala baxaq. Burada deyir ki, dostlarım sifariş etdilər tortun filan parçasını. Burada pis sözü yadda saxlayın ki, sayılan isimdir. Məsələn, bir parça tort desəm necə deyirəm? A piece of cake. 2 parça tort desəm nə deyirəm? 2 pieces of cake deyirəm. Yəni pis sözü sayılan isimdir. Sayılan isimdir. Bir parça, 2 parça deyə bilərsiniz. Burada yanlışlar hansıdır? S-dən sonra isim gəlməz. Bu yanlışdır. Sonra AZS nədir? Başqalar deməkdir. Başqalar sözündən sonra isim gəlməz. Başqalar parça deməzsə, başqa parça. Zaten Azərbaycan dilində də belədir ki, başqalar sözündən sonra isim yazmırıq ki, başqalar parça demirik ki. Bu da 7. Sonra FU nə deməkdir? Bir neçə. Yaxşı, bir neçə parça desəm, bir neçə parça tort desəm, gözünüzdə neçə parça tort canlanır? Ən azı 2, 3, 4 parça tort canlanır da, düzdürmü? Yəni FU-dan sonra necə isim gəlmədi yoldaşlar? Cəm isim olmadı. A few pieces of cake olmalıdır. Yəni bir neçə parça tort. Çünki parçalar olur da orada. Bir FU-dan few və FU-dan sonra cəm isim gəlmədi yoldaşlar. Bu yanlışdır. Doğru cavab qalır nə? 2, 4. Another piece. Daha bir parça. Another başqa bir parça. ZAZ isə digər parçası. Tortun digər parçası. Doğru cavab olacaq 2, 4. Sonra keçdik 34-ə baxaq. Deyim, mən xoşlamıram filmləri. Hər halda D olar. Hansının ki sad ending-si. Qəmgin sonluğu var. İkinci gəldikdə deyir, o tərifləyəcək uşaqlarını hər şeyə görə. Hansı hər şeyə görə? B. Nail olduqları hər şeyə görə. Sonra 3-ə gəldikdə deyir ki, o unuda bilmirdi sözləri. Hansı sözləri? Y variantı. Hansı ki onu çox incitmişdi. Onu çox incitmiş olan sözləri unuda bilmirdi. Burada olacaq Y variantı. Hərəsinə birini uyğunlaşdı. İndi gəlin yerdə qalanları yoxlayaq. Məsələn, burada A-da yazıb ki, hansı ki yaşayırdı. Not far from here. Buradan çox uzaq olmayan bir yerdə yaşayırdı. Hansı ki yaşayırdı. Yaşayırdı, film yaşayırdı, sözlər yaşayırdı, hər şey yaşayırdı buradan uzaq olmayan yerdə. Mənası çıxır da. Yəni yaşayırdı bu insana aiddir də. Yəni yaşayırdı, sözlər, filmlər, hər şey yaşayırdı buradan uzaq olmayan yerdə. Uşaqlarını tərifləyəcəklər hər şeyə görə buradan uzaq olmayan bir yerdə yaşayan. Mənasız səslənir. Və C də mənasız səslənir ki,
C variantı ümumiyyətlə bilirsiniz nəyə görə olmaz? İki dənə variant heç uyğun gəlmir. Burada fikir versək filmlər yazılıb. Burada da sözlər yazılıb cəmdir. Which is yazılıb burada. Yəni bunlara uyğun gəlsə which are olardı. Ancaq uyğun gəlsə ikinci uyğun gəlir. Bu da mənasızdır. O uşaqlarını tərifləyəcək. Kifayət qədər bahalı olan hər şeyə görə. Bahalı olan hər şeyə görə uşaqlarını tərifləyəcək. Yəni mənasız cümlədir. Bir də normalda bu sualı yazan şəxsiyyət düşünüb ki, sinkli birləşmələrdən sonra ancaq Z yazırıq. Çünki demin suallarını işləyibsinizsə, yəni orada indiyənə qədər abituriyent vaxtına xatırlayırsınız, sinkdən sonra Z yazıblar, sinkdən sonra Z yazıblar, amma o demək deyil. Əslində sinkdən sonra which də ola bilər. Çünki everything cansızdır, which də olar, Z də olar. Düzdür, amma sinkli birləşmələrdən sonra Z versiyasını daha çox işlənir. Məhz ona görə DİM-də sualları elə tərtib edib ki, orada ancaq Z variantı doğru cavab kimi çıxıb. Düzdür, həmçinin mənaya görə də səhvdir. Heç o hissəyə girməyə də bilərdi. Əsas mənaya görə səhvdir. Hərəsindən bir variantımız uyğun gəlir. Gəldik 35-ci suala baxaq. 35-ci sual qəbul yox model sualıdır. Modellər düşüb bu sual bir neçə dəfə, amma qəbula düşməyini zənn etmirəm. Biraz çaşdırıcı bir sual tipidir. Nəyə görə? Bax, gəlin izah edeyim. Bax, ingilis dilində tell somebody something işlənir. Kiməsə nəyisə demək. Bunu kopyalayaq. Tell somebody something. Amma burada somebody-ni silim. Tell something ifadəsi səhvdir. İngilis, yəni rəsmi qaydada tell something ifadəsi səhvdir ingilis üçün. Tell somebody something doğru. Kiməsə nəyisə demək. Nəyisə demək tell-lə deməzlər, say-lə deyərlər. Yaxşı, indi madəm bu belədirsə, tell something ifadəsi səhvdirsə, indi baxıram ki, buradakı belə bir cümləmiz var. Fikir versəniz, Z-dən sonraki cümlə nədir? Deyildi ki, nə bilim, o dedi ki, əmr icra edilib günortaya qədər. Bu sarı hissə hansı nə sayılır sizcə yoldaşlar? Something sayılır da, düzdürmü? Something. Nəyi dedi? İcra edildiyini dedi. Amma indi yaxşı, mən tutaq ki, burada told variantını yazım bura, told. Məsələn, B variantı olsun, B told. Məlum növdə. Onda indi baxıram. Qaydaya əsasən tell something ifadəsi səhvdir. Bu Z-dən sonra something-dirsə, tell something səhvdir. Nə olmalıydı? Ortada somebody. Yəni nə olsaydı məsələn düz olardı? Məsələn, başçı dedi mənə. Başçı mənə dedi, nəyi dedi? Onda me olacaqdı nəyimiz? Burada göründüyü kimi somebody'miz olacaqdı. Z-dən sonraki hissəmiz də olacaqdı burada nə? Something hissəmiz. Onda belə çıxır ki, tell something səhvdir. Onda mən tell-dən sonra something götürməyim yanlışdır. Bunda bu variant məlum növdə onda işlədə bilmərəm. Ortada tamamlıq yoxsa, yəni tell Z deyənmərəm. Onda bu məlum növləri silirəm. Bunlar getdim. Amma məhsul növdə tell-dən sonra Z işlənə bilər. Yəni something işlənməsi mümkündür. O da niyə? Çünki məhsul növə çevirsək bu cümləni. Bax, tutar ki, tell somebody something-dir, düzdürmü? Kiməsə nəyisə demək. Məsələn, bir cümlə yazıram. I told him, mən ona dedim, that ki, it was cold, hava soyuqdur. Bax, ona dedim somebody-də, düzdürmü? Nəyi dedim? Havanın soyuq olduğunu dedim. Yaxşı, indi bura baxın. Burada bu cümləni gəlin məhsul növə çevirək. Mən ona dedim, ona deyildi olacaq da, düzdürmü? He was told, ona deyildi. Kim tərəfindən? By me. Amma by me-ni yazmaq şərt deyil də, düzdürmü? By, mən tərəfindən deyildi. Nə deyildi? Havanın soyuq olduğu deyildi. Nöqtə. Yəni, burada by me hissəsini yaza da bilərik, yazmaya da bilərik. Düzdürmü? Bunu silirəm. Nə olur? He was told that. Ona deyildi ki, hava soyuqdur. Bu halda tell-dən sonra something gələ bilər. Yəni, məhsul növdə gələ bilər. Məlum növdə gələ bilməz. Məhsul növdə də niyə gəlir? Çünki bu somebody neyinir? Buradakı bu somebody. Qabağa keçir, tell something ifadəsi alınır. Ancaq məhsul növdə, məlum növdə alınmır. Yenə də dediyim ki, bu model sualıdır. Yəni, biraz sual çətin sual tipi sayılır. İndiyə kimi qəbula düşməyib. O üçün tell Z məlum növdə olmaz, amma məhsul növdə tell Z deyə bilərik. Onda A, D variantı arası qalır ki, başçıya deyildi. Nə deyildi? Bu yaşıl hissədə something hissəsidir. İki dənə variant var. Tapşırıq icra ediləcəkdir və icra edilmişdir.
Burada isə biz nə qaydasını tətbiq eləmək lazımdır. By üstəgəl bir dəqiqə. By üstəgəl zaman zərfi olanda iki dənə bitmiş işlənir, iki zaman işlənir əsasən. Ya keçmiş bitmiş, ya da gələcək bitmiş zaman işlənir. Düz bitmiş davam ediciləri də ola bilər, fərq eləməz. Yəni ya keçmiş, ya da gələcək bitmişlər işlənir. Məsələn, nümunəyə baxın. Saat 5-ə qədər hesabatı bitirmişdim deyərəm, ya da saat 5-ə qədər, sabah saat 5-ə qədər hesabatı bitirmiş olacam deməyimiz mümkündür. Yəni bitmişlər işlənir. Məhz buna görə deyil, dünən günortaya qədər dediyimizə görə olacaq had been performed. Dünən günortaya qədər tapşırıq icra edilmişdi deyəcəm. Bəs niyə A olamaz? A da bitmiş olsaydı, have been olsaydı A da ola bilərdi. Məsələn, başçıya deyildi ki, dünən günortaya qədər tapşırığın icra edilmiş olacağı deyildi. İcra edilmiş olacağı deyildi də deyə bilərdim. Prosta bitmiş olsaydım. Məhz bitmiş axtardığımıza görə doğru cavab olacaq D variantı. Belə, indi gəldik 36-cı suala baxaq. 36-cı sualda deyir ki, valideynlərim tərcümədir. Upset məyusdur. Çünki mən onlarla quarrel dalaşmışam. Olar. İkinci, proud qürur duymaq demək. Valideynlərim qürur duyur çünki mən onlarla narazı olmuşam, onlarla razılaşmamışam. Razılaşmasam, yəni heç bir valideyn hər halda qürur duymaz. Üçə gəldi, delighted. Valideynlərim sevinirdilər çünki mən onlarla dalaşmışam. Dalaşsam sevinməzlər hər halda. 4 ola bilər. Valideynlərim satisfied, razı idilər, məmnun idilər çünki mən onlarla razılaşmışdım. Olar. Cavab olacaq 1-4. Sonra 37 gəldikdə bağlayıcı söz soruşur bizdə. Sən mənə deyə bilərsənmi Hindistana gedir? Sən mənə deyə bilərsənmi? Sual ver, nəyi deyə bilərsən? Bu nədir? Tamamlıq budaq cümləsi. Və burada budaq cümləsi fikir versək, xəbər var. Xəbərin önündə hansı cümlə özü işlənir? Mübtədə. Yəni mübtədə məsələdir. Görək indi hansı bağlayıcı mübtədə kimi işlənə bilər? Whom nədir? Kimi kimə deməkdir? Tamamlığın sualıdır. Məncə bunu qeyd edim yenə də hər ehtimala. Kənar tələbələr də olsun baxa bilər. Burada whom kimi kimə deməkdir? Tamamlığın sualıdır. Neynirdik biz? Tamamlığı qabağa keçirdəndə yoldaşlar özündən sonra nə işlənirdi? Mübtədə xəbər. Yəni whom-u qarşıya atsam mübtədə xəbər gəlir, amma xəbər gəlmir. S orada siz açdınız, S daha başqa deməkdir. Yəni S silsəz də olar xəyalınızda. Sonra növbəti how do, when'dir. Bunlar nəyin suallarıdır? How do, when'dir. Bunlar zərfliyin sualı. Bunları da qabağa atanda özlərindən sonra fikir versiniz, nə işlənir yoldaşlar? Mübtədə xəbər işlənir. Amma burada xəbər gəlir. Bu da 7. Who ilə which variantı qalır. Burada çox önəmli bir qaydamız vardı. Biz tamamlıq budaq cümləsini keçərkən bunu xüsusi olaraq sizə yazdırmışdım, vurğulayaraq dəfələrlə. Tamamlıq budaq cümləsində which-dən sonra mütləq isim gəlməlidir. Which-dən sonra mütləq isim gəlməlidir. Yəni istər sual cümləsi olsun, istər tamamlıq budaq cümləsi olsun. Which-dən sonra isim gəlməlidir. Bu da yanlışdır. Doğru cavab nə qalır? Who. Sən mənə deyə bilərsənmi? Who yes. Başqa kim Hindistana gedir? Yəni kim Hindistana gedir? Kimin Hindistana getdiyini deyə bilərsənmi? Doğru cavab A, C. İndi gəldik 38-ci suala baxaq. 38-ci sualda əvvəlcə sualdan başlayaq. Who from yazılıb. Who from tərcüməsi nə deməkdir? Kimdən? Nəysə, kimdən? Sual işarəsi. İndi öncəliklə sual verirəm. Azərbaycan dilində kimdən sualı hansı cümlə üzünün sualıdır? Mübtədə yoxsa tamamlıq? Tamamlıq hər halda kimə, kimi, kimdən, nəyin sualıdır? Şəkilçi olduğu üçün tamamlığın sualı. Yaxşı, ingilis ilə tamamlığa necə sual veririk? Əvvəlcə özüm elə izah edeyim. Bax, ingilislə mübtədəyə sualı, bir var mübtədənin sualı var, bir də var digər cümlə üzrə sual. Mübtədəyə sual verərkən mübtədəni əvəz edib olduğu kimi köçürdürdük. Amma digər cümlə üzvlərinə, yəni xəbərə, tamamlığa, zərfliyə sualı necə verirdik? Köməkçi, sonra mübtədə, sonra əsas feildən istifadə edərək verirdik. Məsələn, adi bir sual verək, məncə xatırlayarsınız. Nəyi xoşlayırsan? İngiliscə bəsit bir cümlədir. Necə deyirsiniz? What do you like? What do you like deyirsən. Düzdürmü? Bu tamamlığın sualıdır. Burada do nədir? Köməkçidir. You nədir? Mübtədə. Like nədir? Əsas feildir. Demək biz tamamlığa necə sual veririk? Yoldaşlar, köməkçi, mübtədə, əsas feil quruluşuna istifadə edərək. Heç nə. Bu qədər sadədir.
Demək ki, filmdən tamamlığı sualdırsa, bizə köməkçi mübtəda əsas fe'l lazımdır. O da harda var? 1-də var, 3-də var. Heç tərcümə etməyimizə ehtiyac yoxdur. Çünki tərcümə etsəz çaşa bilərsiniz. Doğru cavab 1-3-dür. Yəni xəbər kimdən eşidildi ya da o xəbəri kimdən eşitdi. İkinci variant isə mübtədənin sualıdır. O belə olsaydı ola bilərdi. Məsələn, yazarım ki, Alex eşitdi xəbəri və normal cümlə. Alex eşitdi xəbəri. Bu sağ tərəf baxın. Burada Alex'e sual versəm, kim eşitdi xəbəri? Nə edəcəm? Alex'i silib bir dənə yerə sual sözü yazıb köçürəcəm eyninə. Kim eşitdi xəbəri? Axırda da bir dənə sual işarəsi. Bu mübtədənin sualıdır. Kim eşitdi xəbəri? Amma burada kimdən yazıb baxın, xəbər kimdən eşidilir, tamamlıqdır deyə köməkçi mübtəda əsas fe'l axtarırıq. Doğru cavab 1-3. Sadə bir sualdır və qəbul sualıdır. Sadəcə diqqətli olsanız asan bir şeydir, elə çətin bir sual deyil. Belə yoldaşlar, izlədiyiniz üçün sağ olun. Baxarsınız, yenə anlaşılmayan nəsə olsa qeyd eləyin, dərsdə soruşa bilərsiniz, geniş yenə izahat verərəm. Bu qədər, hələlik.